Hörmətli tamaşaçılar, hər birinizi Meditalk verilişindən mən doktor Azər sahibi salamlayıram. Layihəmizin əsas məqsədi öz sahəsində peşəkar olan həkimləri dəvət etməklə sizi maraqlandıran suallara cavab almaqdır. Verilişimizin bugünkü mövzusunu ümumi cərrahiyyə sahəsinə həsr etməyi qərar almışıq. Məlumdur ki, cərrahiyyə tibbin ən qədim sahələrindən biridir. Hətta qədim Misir papiruslarında, Hipokratın yazılarında cərrahiyyə ilə bağlı müəyyən qeydlərə rast gəlmək mümkündür. 1000 il əvvəl hər hansı anesteziya üçün vasitələr, tibbi alətlər, texnoloji vasitələr yox idi. Amma buna baxmayaraq, o vaxtın həkimləri öz bacarıqlarını göstərə bilirdilər. Müasir cərrahiyyədə isə hətta digər ölkələrdə olan xəstələri belə uzaqdan əməliyyatlar etmək mümkündür. Amma maraqlısı budur ki, bu hal-hazırda istifadə olunan vasitələrin əsas prinsipləri elə əsrlər əvvəl qoyulan təməl prinsiplərə dayanır. Bəs görəsən müasir cərrahlar hansı metodlarla işləyirlər? Bədənimizdə olan hər hansı ağrılar hansısa cərrahi xəstəliklərin siqnalı ola bilərmi? Və gələcəkdə cərrahiyyə necə görünür? Hazır olun, Meditalk başladı. Meditalk'un bugünkü qonağı Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, Dövlət Sərhəd Xidməti Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi professor Mübariz Əliyevdir. Onu da bildirim ki, Mübariz Əliyev Amerika Birləşmiş Ştatları, Rusiya, Belarusiya, Şərqi Avropa ölkələrində tibb təhsili alıb. Həmçinin o 5 monoqrafiya, 3 tibbi dərslik və 300-dən artıq elmi məqalənin müəllifidir. Onu da deyim ki, Mübariz Əliyev Şərqi Avropa Beynəlxalq Cərrahlıq jurnalının baş redaktorudur. Xoş gəlmisiniz professor. Çox sağ olun. Əvvəla bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Çox məmnunam ki, siz məni dəvət elədiniz və sizin başlanğıcınız yaxşıdır və uğurlar arzu edirəm sizin komandaya. Çox sağ olun. Ümumiyyətlə ondan başlayaq ki, hal-hazırda dünyada və Azərbaycanda ən çox rast gəlinən cərrahi xəstəliklər hansılardır və bu sahəyə aid artım və dəyişiklikləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, elmi texniki tərəqqi, dünya masştabında baş verən bu tərəqqi tibb sahəsindən yan keçməyibdir. Yəni, bugün xəstəliklərin diaqnostikası, bugün xəstəliklərin müalicəsi, bunlar yüksək texnologiya əsaslanıbdır. Və bu da əsas verir ki, əvvəllər mümkün olmayan bəzi xəstəliklərin diaqnostikasını bugün mümkün eləyək, əvvəllər müalicəsi mümkün olmayan bir sıra xəstəliklərin müalicəsini eləyək, əvvəllər mümkün olmayan bir sıra cərrahi əməliyyatları icra eləyək və mini-invaziv cərrahiyyəni inkişaf elətdirək, yəni kiçik kəsiklərlə, bəzən müəyyən dəliklərlə böyük əməliyyatlar icra eləyək. Bunlar hamısı təbii, yanaşı gedən elmi texniki tərəqqinin cərrahiyyə və invaziyası ilə yaranan bir şeydir və bütün dünya bugün cərrahiyyəni texnologiyasız təsəvvür edə bilmir. Məsəl üçün, haradasa bir 35-40 il bundan qabaq əgər biz primitiv cərrahiyyə ilə məşğul olurduqsa, yəni skalpel idi, narkoz aparatı idi, SSR-nin keyfiyyətsiz narkoz aparatları idi və adicə saplar idi, fəy sap idi, ket butuydu, onunla işləyirdik. Bugün elə deyil. Bugün hər bir əməliyyat böyük texnologiya əsaslanır və baxmayaraq ki, Sovet dövründə yəni o əməliyyatlar ucuz başa gəlirdi, böyük kəşiklər olurdu, xəstənin kosmetikliyinə və həyat keyfiyyətinin yüksəkliyinə o qədər əhəmiyyət verilmirdi. Əsas deviz o idi ki, xəstə əmək cəbhəsinə qayıtsın. Amma indi elə deyil. Xəstənin əmək cəbhəsinə qaytarmaqdan əlavə onun həyat keyfiyyətini də yüksəltməyə çalışırıq, onun kosmetikliyini bərpa eləməyə çalışırıq və daha qısa müddətdə sağalmasını təmin etmək. Bu da yüksək texnologiya tələb edir. Düzdür, bu yüksək texnologiyalı cərrahiyyə əməliyyatın qiymətini 1-ə 10 artırır. Bəzən 1-ə 20, 1-ə 30 artırır. Amma insan ən böyük kapitaldır da. Yəni, Azərbaycan da elə bir iqtisadiyyata malikdir ki, bu kapitalın öhdəsindən gələ bilir. Sağ olsun möhtərəm prezidentimiz və sağ olsun Azərbaycan əskəri ki, bizim Azərbaycan üçün bu meydanı yaradıblar. Bu meydanda da həkimlər gembol işləyə bilirlər və xalqın sağlamlığı keşiyində dura bilirlər. Bəli. Aydındır. Ümumiyyətlə, daha çox hansı xəstəliklər sizə rast gəlinir ki, yəni əvvəllər o xəstəliklər o qədər yox idi, amma indi o xəstəliklə müraciət edən, o əlamətlərlə müraciət edən xəstələrin sayı artıbdır. Bəli, siz düz deyirsiniz. Məsələn, belə onkoloji xəstəliklər
deyərdim ki, artıb. Nəyə görə artıb deyərdim? Onun diaqnostikası asanlaşıb. Əvvəl insan xərçəng olardı, ölərdi, heç bilməzlər bu nədən öldü. Amma indi axı yaxşı diaqnostik aparatlar var. Bizdə kompüter tomoqrafiya, MRT və digər invaziv, qeyri-invaziv diaqnostik aparatlar var. Biz bunun diaqnozunu düzgün qoyuruq və erkən aşkarlayırıq. Və bəzən qıraqdan baxanda elə gəlir ki, onkoloji xəstəliklər artıb, başlayırlar bunu nədən artdı, niyə artdı, bu qida ilə əlaqəlidirmi, bu hava ilə əlaqəlidirmi, bu nə ilə əlaqəlidir? Mənə elə gəlir ki, bu diaqnostikanın yaxşılaşması ilə əlaqəlidir. Məsələn, mən Sumqayıt şəhərində böyümüşəm də, bizdə kimya zavodları doluydu, Sumqayıtın havası pis idi. İndi maşallah Sumqayıtın havası elə Kislovodskinin havası kimidir və belə baxanda iqlim də düzəlib, yəni ekologiya da düzəlib, yəni içdiyimiz suyu da filtrlərdən keçirdib içirik. Yəni yediyimiz qidalarda da indi müəyyən belə nöqsanlar var, amma əsasən elə qidada elə bir şey yoxdur. Sadəcə gənclər o küçə yeməklərini öyrəşiblər. Bütün dünyada da küçə yeməkləri kanserogen olur da. Yəni bu ev yeməklərindən fərqlidir, restoran yeməyindən fərqlidir. Amma mənə elə gəlir ki, bugün onkoloji xəstəliklərin bir balaca çox görsənməyin əsas səbəbi onun diaqnostikasının yaxşılaşmasıdır. Yəni biz erkən diaqnostik edirik və onu tapırıq və onun müalicəsindən. Ona görə də qıraqdan baxanda bəzən elə gəlir ki, onkoloji xəstəliklər artır. Apendislərin sayı azalıb. Niyə? Sovet dövründə belə bir siyasət vardı. Elə sağ qalça nahiyəsində ağrısı varsa, bir dənə qanun manazı, bir dənə əllə baxırdıq, ağrısı varsa götür əməliyyat edir. Qanun belədir. 2 saat ərzində əməliyyat edir. İndi elə deyil axı. Məsələn, mən hər gün o vaxtı, 30 il, 40 il bundan qabaq, hər gün appendiktomi eləyirdim, yəni appendisləri görə əməliyyat edirdim. İndi ayda birin ikisini eləyirəm. Niyə? Çünki o günahsız çıxarılan soxulcana bənzər çıxıntı, appendiks çıxıntısını biz eləmirik. Biz onu dəqiq diaqnozunu qoyuruq, ultrasəs müayinəsi ilə, kompüter tomoqrafiya ilə, analizlərin dəqiq diaqnozunu qoyandan sonra götürüb edirik. Və ona görə də dəqiq diaqnoz olduğuna görə o yanlış appendisit diaqnozu ilə əməliyyatların sayı azalıb. Yəni demək istəmirəm, appendisit xəstəliyi azalıbdır. Xeyr, sadəcə diaqnostikası yaxınlaşıb. Sonra yırtıqların sayı azalıb. Niyə azalıb? Ona görə azalıb ki, ağır fiziki işlə məşğul olan insanlar azdır. Bu dəqiqə robot texnologiyası ağır işlər onlar görürlər. Bunlar ancaq elə idarə edirlər. Ona görə də burada da yəni texnologiya sənayedə, kənd təsərrüfatında yüksək texnologiyanın tətbiqi ağır yük daşıma insanların sayını azaldıb, ona görə də yırtıqların sayı azalıb. Bax belə. Sonra yırtıqların sayı ona görə azalıb ki, az invaziv cərrahiyyədən istifadə edir. Əvvəl belə bir söz var. Böyük kəsik, böyük cərrah. Yəni sən cərrahsansa kəsməlisən, sandıq ağzı kimi baxmalısan və orada diaqnozunu qoymalısan. İndi ona ehtiyac yoxdur. Biz diaqnozumuzu əməliyyatdan qabaq incəliklərinə qədər dəqiqləşdirəndən sonra biz qarın boşluğuna giririk, özdə müəyyən dəliklərdən portlarla giririk və əməliyyat, böyük əməliyyatlar edirik və balaca kəsiylə də bu əməliyyatı qutarıb, ona görə yırtıq əmələ gəlmir. Bu faktorlar təbii ki, cərrahi xəstəliklərin o spektrində müəyyən xəstəliklərin azalmasına, müəyyən xəstəliklərin artmasına səbəb olur və bu təbii ki, hər şey yüksək texnologiyadan asılıdır. Bəli. Çox sağ olun, doktor. Ümumiyyətlə, həm terapevtik, həm də cərrahi xəstəliklərin vaxtından əvvəl, yəni aşkarlanması ən vacib məsələlərdən biridir. Amma təəssüf ki, bəzi vətəndaşlar, insanlar, yəni biraz gec müraciət edirlər həkimə və sizin fikrinizcə bu daha gec olmağı sizin işinizi nə qədər çətinləşdirir və məsələn, o daha gec aşkarlananda, daha gec aşkarlanmaması üçün daha doğrusu o insanlar hansı əlamətləri bilməlidirlər ki, dərhal müraciət eləsinlər? Bilirsiniz, burada bir neçə faktor var. Birinci faktor xəstənin özünün psixologiyası. Siz özünüz bilirsiniz ki, xərçəng xəstəlikləri kiçik əlamətlərdən özünü göstərir. Ruslar deyir malaya simptomatika, yəni kiçik simptomlarla əvvəl özünü göstərir. İnsan sadəcə öz daxili bədənindən gələn daxili siqnallara reaksiya verməlidir. Haradasa diskomfort hiss eləyəndə, haradasa bir ağrı hiss eləyəndə həkimə müraciət eləməlidir ki, onun ən aşağısı heç olmasa bir ultrasəs müayinəsi ilə baxılsın
və yaxud bir gastroskopiya olunsun, kolonoskopiya olunsun. Yəni belə müayinələrdən qaçmaq lazım deyil. Çünki onlardan qaçanda sən böyük bir fəsadlarla rastlaşası olursan. Bu ikinci də bu bilirsiniz bizim mediada və ümumiyyətlə televiziyada bilirsiniz o artistlər yəni daha çox oranı zəbt eləyiblər. Yəni o sanitariya maarifi işinə gərək televiziya böyük təbliğat vasitəsidir, radio böyük təbliğat. Orada buna biraz geniş yer vermək lazım, təbliğat eləmək lazımdır. Bu sahədə bu işi təşkil eləsək, xəstələr vaxtında müraciət eləyə bilərlər. İkinci, dispanserizasiya məsələləri. Dispanserizasiya məsələləri mənə elə gəlir ki, biraz zəifləyibdir. Məsələn, Sovet dövründə dispanserizasiya məsələləri daha çox olurdu və bu da erkən diaqnostikanı asanlaşdırdı. Üçüncü məsələ odur ki, elə həkimlər özləri də səhv eləyirlər. Yəni, xəstə gəlir, müraciət eləyir, onun diaqnostikasında onu qoya bilmirlər. Xüsusilə poliklinika həkimləri. Bunların praktik vərdişlərinin zəif olması, teoretik vərdişlərinin zəif olması, poliklinikaların tip avadanlıqları, yüksək texnologiyalı tip avadanlıqlar lazımlı səviyyədə təşkil olunmaması, bunlar sonra bir sıra təşkilati məsələlər də burada buna kömək eləyir. Məsələn, biz elə ailə təbabətindən danışırıq. 30 ildir, 40 ildir ailə təbabətindən danışırıq, amma ailə təbabət deyilən şey hələ qurulmayıb. Bizdə poliklinika təhkimçiliklə işləyir. Məsələn, mənim poliklinikam var da, mən ora müraciət eləməliyəm. Bu düzgün deyil. Yəni, bizdə xəstələr təhkim olunub poliklinikaya ki, bu poliklinikaya getməlisin. Niyə? Mən istəyirəm, gedəm başqa poliklinikanın, orada bir yaxşı həkim var, onun yanı. O poliklinika daha yaxşı texnologiyana təhsil olub, daha savadlı həkim. Mən nəyə görə oraya getməməliyəm? Və bu siyasət poliklinikalar arasında rəqabəti sıfıra çevrilir. Məsələn, rəqabət aparmaq ki, mən daha yaxşı oluram, daha çox xəstə qəbiləm, daha çox xəstə cəlb eləyirəm və mənim də maddi vəsaitlərim artır, özümə yeni texnologiya alıram, həkimlərə yaxşı maaş verirəm, xəstələrə yaxşı qulluq eləyirəm, servis xidmətini təşkil edirəm. Yəni, biz ailə təbabətinə 30-40 ildir danışırıq, ona keçməmişik. Birmənalı keçməmişik. Biz köhnə Sovetdən qalma, artıq üfunət iyi verən o sistemlə işləyirik. Bu bir məsələ. Ona görə də mən deyərdim ki, mən praktikamda görürəm ki, elə həkimlərin özlərinin də düzgün diaqnoz qoymaması, xəstələrin başqa diaqnozlar altında müayinəsi və müalicəsi, xəstəyə lazım oldu, olmadı, müəyyən bir firmaların maraqları daxilində olan dərmanların yazılması, belə faktlar var və bu faktlar təbii xəstələrin vaxtında həkimə müraciət eləməsinə maneçilik törədir. Bir düzgün qeyd elədiniz. Vaxtında müalicə edəndə həm dövlət tərəfindən buraxılan məsrəf az olur, biz onu ucuz vasitələrlə müalicə edirik və daha keyfiyyətli müalicə edirik. Xəstə gec gələndə artıq məsrəf, dövlətin qoyduğu, sığortanın qoyduğu məsrəf və xəstənin öz cibindən verdiyi məsrəf onun nəfə arta bilir. Burada artıq böyük həcmli əməliyyatlara ehtiyac olur. Burada artıq simultan əməliyyatlara ehtiyac olur. Və bunlar təbii ki, ziyan vurur. Həm maddi, həm mənəvi ziyan vurur xəstələrin. Onların stres vəziyyətinə düşürlər. Bunların üstündə məşğul olmaq lazımdır. Yəni, bu xırda detallar deyil. Bəzən ona belə xırda detallar kimi baxırlar, yox. Mən Amerikada təhsil almışam və Amerikada bir neçə dəfə təhsil almışam. Mənim Amerika Birləşmiş Ştatları hökuməti Kapitolidə mənə diplom verib ki, mən dünyanın tanınmış səhiyyə təşkilatçısıyam. Amma elə diplom atmışam, evdə qalır, heç vaxt məndən heç kim heç nə məsləhət eləmir. Çünki hərənin öz kampaniyası var, o kampaniyada da kimlər var, Allah bilir kimdir. Onlarla məsləhət edirlər, hansı ki, onlar da burnun qabağına işə görmürlər. Mən Almaniyada, almanlarla bir yerdə işləyirəm bu dəqiqə. Lübeck şəhərində Schleswig-Holstein Universitet klinikası ilə cərrahların, Alman cərrahların, o aparıcı Alman cərrahları məni yaxşı tanıyır. Türkiyədə mən o qədər düzü işləməmişəm. Orta Asiya bu dəqiqə çox böyük maraq var dünyada.
Orta Asiya respublikaları çox güclü inkişaf edirlər, səhiyyə də onun içində. Və bunlar hamısı bilirsiniz islahat tələb edir. Amerikanlar tələb edir ki, islahat. Orta Asiya respublikaları tələb edir islahat. Çin tələb edir islahat. Hindistan tələb edir islahat. İslahat yaxşı şeydir. Və bunu tələb edirsə, istəyir həkimlər, istəyir əhali, bu yaxşı şeydir. Deməli, islahat tələb edir də. Bizdə ağzı açıb islahat deyəndə deyirlər, nə inqilab? Deyirlər, inqilab demədim, islahat dedim. İnqilab, yəni bu islahatı vaxtında islahatlar aparmaq lazımdır ki, bu inqilaba çevrilməsin. Yəni səhiyyə sahəsində deməksə. Yəni vaxtaşlı islahatlar aparılmalıdır. Ağıllı adamlar yığılmalıdır. Ağıllı adamlar oturmalıdır, fikirləşməlidir ki, biz islahat aparanda nəyi düzəldə bilərik? Mən deyim ki, məsələn, icbari sığortanın o büdcəsi ilə böyük işlər görmək olar. Sadəcə bu büdcənin qeyri-rasional xərclənməsi, bunların qeyri-düzgün xərclənməsi müəyyən problemlərin yaranması və narazılığa səbəb olur. İcbari sığorta hamı üçün icbari sığorta deyilmi? Bəli. Biz hamımız icbari sığorta yapdıq. Biz sığorta təşkilatıdır da bu, elə deyilmi? Bəli. Bu icbari sığorta Azərbaycan vətəndaşlarının sığorta təşkilatıdır. Azərbaycan vətəndaşlarının xəstələnəndə əməliyyatlarının müalicəsinin sığortalanmış pulunu ödəyir, elə deyilmi? Niyə müəyyən qrup səhiyyə müəssisələrində onu ödəyir, o bu qrup səhiyyə müəssisəsində ödəmir? Dövlət ikisi də dövlətdir ha. Və özəldə bunu ödəmir. Niyə ödəmir? Amerika Birləşmiş Ştatlarında dövlət səhiyyə müəssisəsi yoxdur. Hamısı özəldir. Almaniyada sığortadır. İngiltərədə ümumiyyətlə dövlət ödəyir. Orada sığorta da yoxdur. Pullu xidmət də yoxdur. Amma işi elə qururlar ki, məsrəflər az məsrəflərlə böyük işlər görsünlər. Mənə elə gəlir ki, bu işdə yenə də islahat bax kömək eləyər ki, bu islahatları birdən deyirlər ki, insanlar niyə özəl xəstəxanaya gedir, dövlət müəssisəsinə getmir. Amma bunun başı xarab deyil ki, bilir hara yaxşılara gedirlər, elə deyilmi? Deməli, bura yaxşıdır da. Sən durursan, əlbət qılınc alırsan ki, cəmaatın qabağını kəsirsin ki, özələ getmə. Get dövlət müəssisəsinə, televiziyada da onu danışırlar. Elə deyil, sən elə yarat ki, ora getməsin. Mən Belarusiyada çox böyük Ukraynalılarla, onlarla da bir yerdə bizim monografiyalarımız var ya onlarla, Almanlarla mənim, Ukraynalılarla, Belarusiyalarla, Ruslarla monografiyalarımız, dərsliklərimiz var. Mənim Rusiya, Belarusiya, Ukrayna və Azərbaycan 4 nəfər müəllifin rus dilində cərrahiyyə dərsliyi buraxmışıq. Bu dərsliyi Ukraynada dərs keçirir, Belarusiyada, Rusiyada, böyük imperiyada dərs keçir, Azərbaycandan qəbul eləmirlər. Niyə? Niyə? Səbəb nədir bəs? Bilirsən, nə qədər instansiyalara gelib müraciət edib, nə qədər kağız, küğuz, bürokratiya istəmirəm. Qoy Rusiyada keçirlər də, Ukraynada keçir. Mən sənə kitab gətirirəm, dünya səviyyəsində yazılmış, avtorunda, müəllifin də biri mənəm. Sən onu niyə keçmirsən? Belə şeylər var. Hansı ki, bunlar ildırım sürəti ilə həll olunması bir şeylərdir. Elə şeylər var ki, onu eləmək lazım. Yəni, islahat. Bugün möhtərəm prezidentimizin də müəssisələrdən tələbi nədir? Keyfiyyətli xalqa, keyfiyyətli xidmət və islahat. O deyir, yerlərdə işlək gedir. Yerlərdə işlək gedir, ona görə də hər kəs öz postunda, öz xalqına, öz millətinə, öz dövlətinə qulluq eləməlidir. Və o vicdanla qulluq eləməlidir ki, bu səhiyyə sistemində olan narazılıqlar aradan götürülsün. Aydındır. Çox sağ olun, doktor. Çox ətraflı, geniş məlumat verdiniz. Sizin o bayaq dediyiniz o xarici ölkələrdəki müqayisələr, biz irəlidəki suallarımızda bizim var. Sizə suallarımız var, hansı ki, sizin o xariclə bağlı olan təcrübələrinizdən biz istəyirik öyrənək. Sizə növbəti sualım odur ki, müəyyən doğru bilinən, daha doğrusu yanlışlar var. Yəni insanlar onu doğru bilirlər, kimlənsə öyrənirlər ki, bax, məsələn, hansısa bir çayı nəyəsə qat, bunu iç, sağalasan, o ağrın içsin. Və ya hansısa bir şey məlhəmi sürt, o ağrın keçsin və ya qaşıntın içsin və s. Çoxdur belə hallar. Bax, sizin öz təcrübənizdə belə hallar olurmu ki, xəstə gəlir, müraciət edir və indiyə qədər özünü bildiyi hansısa bir şeyləri istifadə edib və artıq özünü ağırlaşdırıb? Bəli.
Bilirsiniz, mən sizə bir dənə söz, o televiziya, radioda reklam var. Ona görə diqqətlə qulaq asasan. O reklam, o düz deyir sözü. Bu dərk eləmir onu. O dərmanı, məsəl üçün, ya hansı bir vasitəni, hansı bir üsul reklamı, o qorxur onu başqa cürə qeyri-düz reklam eləməyə, çünki onu cərmələyərlər. O onu düz deyir, amma ona qulaq asan, onu düzgün dərk eləmir. Və ailə poliklinikası yoxdur ki, soruşsun ki, bu düz deyir, düz demir. İş o yerə gəlib satıb ki, mən xəstəyə bilirsiniz nə deyirəm? Deyirəm, sənin qonşun var, deyir, var. Deyirəm, gedərsən qonşundan soruşarsan ki, mən nə yeyim? Desə ki, filan şeylər yer, deməli onu yemək olmaz. Desə ki, filan şeylər ziyandır, onu yemə, deməli onu yemək lazımdır. Yəni, bu dərəcədə artıq mən məcbur olaram bunu deyəm. Bilsən, savadsız adamlar yaxşı məsləhətlər verir. Ürəkdən inandırıcı, qəşəng məsləhətlər verir. Savadlı adam düşünür, fikirləşir, bəlkə birdən səhv eləyərəm, az deyir, çox. Ona görə də sənin əgər bir problemin varsa, sən professionaldan soruşsun, mən nə yeyim, nə içim. Sən gedib burada nə bilim, bozbaş fikirlərindən, ya nə bilim, başqa bir adamdan və yaxud nə bilim, heç bozbaş fikirlər olmasın, mühəndisdən, ya hüquqşünasdan gedib soruşma, mən nə yeyim, nə içim. Sən həkimdən soruşsan, mən nə yeyim, nə içim. Və ona görə də məsləhət elədiyin adam bir bax gör, sənə məsləhət verməyə qabiliyyətini malikdirmi, yoxsa yox. Onun üçün mütəxəssisə müraciət eləmək lazımdır. Bizdə bir dənə mənfi cəhət bilirsiniz nədir? Mən bir söz dediniz ki, mən xarici ölkələrdə işləyirəm. Bəli, mən Almaniya ilə daha çox işləyirəm. Almaniyada belə bir sistem var. Onlar bütün əməliyyatları video çəkirlər və göndərirlər Berlinə ki, mən bu əməliyyatları eləmişəm, bu xarici ölkələrdə olmuşam, bu xarici ölkələrdə mənim kitablarım çap olunub, bu əməliyyatları mən yüksək səviyyədə eləyirəm, yüksək texnologiya ilə. Onlar da baxırlar, görürlər ki, oradan bir yüksək texnologiya, elə ki, sən məsələn göndərir Hamburg Universitet Klinikasına direktor. Nəyinə görə göndərir? Ən yüksək səviyyədə əməliyyatları elədiyinə görə göndərirlər. Və onun da mavinləri olur da. Burada direktor mavini gedir Almaniyada, Amerikada gedir vitse-prezident. O adam prezident seçilir. Universitet klinikasının prezidenti. Və o bütün gün əməliyyat edir. Cərrahiyyədən gedir. Xəstə qəbul edir. İşi aparır onun mavinləri. Şişsiz? Onun mavinləri işi aparır da. Mən kim işə götürmək, kim işə daha da dərman qutarı dərmanı gətirmək, orada nə eləmək, oradan. Bu ancaq səhər 5-10-15 dəqiqə burada instruktaj verir və gedir əməliyyatlarını eləməyə. Buna hörmət qoyuldu, buna hakimiyyət verildi, buna hörmət qoyuldu. Bu öz böyük cərrahi əməliyyatlarını elədi, onu inkişaf elətdirdi, elmdə inkişaf elədi. Amma bizdə nətərdir? Sənə deyir ki, sən direktor olacaqsansa əməliyyat eləməməlisən. Çünki direktorun işi çoxdur, sən ancaq elə təşkilatlı məsələlərlə məşğul. Onda qabiliyyətli cərrah həmən o savadsız administrator direktorun tabeliyyatında işləməyəcək. Çünki onun da var da, onun da özünün müəyyən qeyri-düzgün fikirləri var, onun da qonoru var. O istəmir sən parlayasan bu kölgədə qala, o istəyir sənə həmişə basa tormuz verə. Bax, mən bugün Dövlət Sərhəd Xidməti Hospitalında işləyirəm. Niyə görə? Dövlət Sərhəd Xidməti Hospitalında yüksək səviyyəli, yüksək texnologiyalı cərrahi xidmət təşkil olub və mənə deyiblər ki, sən burada müdürsən. Vəssalam. Hamı sənin əmrini yerinə yetirmək üçün buraya yığılıb. Çünki əsas özəyi mən götürürəm axı. Mən də əməliyyat edəndə işin içindən bilirəm ki, nə zəifdir, nə artıqdır. Bu zəifdir, bu artıqdır, bu belədir, bu düzəlsin, əmr edirəm, o dəqiqə düzəlir. Mesela dünən bir cavan oğlan əməliyyat elədim. Sərhədçidir, ağır travma alıb. Xaçmazda əməliyyat ediblər indi. Cavan uşaqlar da yığılıblar orada. Yaxşı əməliyyat ediblər, kişilər hamısı buraxıb gəldi. Əməliyyat elədim, baxdım, gördüm ki, yaşa qaydasındadır. Bugün bir balaca, məsələn, xəstəni haradasa biraz gecikdirdilər. Zəng elədim hospital rəisinə ki, mənim xəstəm narazılıq edir, onu gecikdiriblər. Tez tədbir gördü. Yəni, bilirsiniz, işin təşkilindən çox şey asılıdır. İşin təşkili. Amerikada ən yaxşı əməliyyat eləyən olur prezident. Bütün işlərin hamısını həll edir mavinlər. Mesela Chicago Universitetində mən orada çox işləmişəm.
Chicago üstün prezidenti bütün günü əməliyyatxanadan çıxmır. Onun vitse-prezidentləri var, onlar işləyirlər. Bizdə nətərdir? Deyir, direktoru qoyuram məsələn İvanı, sən də get İvanın rəhbərliyi altında operasiya. Sabah da İvan deyir ki, sən düz işləmirsən. Onun başı çıxmır, sən səhv işləyirsən, düz işləyirsən. Sən İvanı qoy mənə mavin, gör mən İvanı necə işlədərəm. Mən o İvanı heç işə götürmərəm. Bax, bu, yəni demək istəyirəm ki, bu islahat yenə də deyirəm, bax, islahatsız bunlar hamısı düzəlməlidir. Yəni, direktoru kimi qoyurlar ki, əmrə yaxşı tabi ola bilən adam. Qalx deyəndə qalxsın, otur deyəndə otursun. Öz sözünü deyən adam olmur bu. Ona görə də bu islahatlar lazımdır və bu islahatlar olsa mən inandıram sizi ki, icbari sığortanın maddi texniki bazası bəs eləyəcək ki, bütün xərcləri ödəsin. Sadəcə kadrlar. Stalin deyir, kadr resayət, kadrlar hər şeyi həll edir. Bunu Heydər Əliyev də deyib, Ulu Öndər. Kadrlar hər şeyi həll edir. Kadr seçimində düzgün siyasət varmaq lazımdır. Ona görə də bax, bu, özə belə səhiyyə sistemində bir dəqiqə 3 hakimiyyətlik var. Bir səhiyyə nazirliyi var. Bir təbib var, bir də icbari sığorta var. Bir xozeyin olmalıdır. Buranın bir yiyəsi olmalıdır. Ya təbib olsun yiyə, ya nazir olsun yiyə, ya icbari sığorta olsun yiyə. Bir yiyə alanda işlər yaxşı düzələcək. Bəzi insanlar, yəni sadə insanlar əməliyyat olunmaqdan qorxurlar. Yəni onlara əməliyyat təyin olunur hansısa bir xəstəliyə görə. Amma onlar qorxurlar əməliyyata getməkdən. İndi bu başqa bir məsələdir ki, qorxmaq daha təhlükəlidir, yoxsa gecikdirmək daha təhlükəlidir. Amma məsələ odur ki, bu əməliyyata getmək üçün bu xəstə olan insan seçimi necə eləməlidir? Bəlkə də klinikanı mı düzgün seçməlidir, yoxsa həkimi düzgün seçməlidir? Bu hansı şeylər bu insanda arxeynlik yaratmalıdır ki, o rahatlıqla getsin və qorxmasın, bilsin ki, o əməliyyatdan sağ çıxa bilər və onun xəstəliyi artıq yekunlaşır və o sağlam həyatına davam edir. Çox düzgün bir sual verdi, çox aktual bir mövzudur bu. Həkim seçimi çox aktual bir mövzudur. Almaniyadan misal çəkəcəm. Məsələn, mədaltı vəzi başının xərçəngi, mədaltı vəzi xərçəngləri bütün Almaniya üzrə 80% əməliyyat %10-dur. Balaca bir Lübeck şəhəri var. Hardasa bizim Gəncə boyda bir şəhərdə orada olunur. Niyə mütəxəssislər oradadır? Bütün Almaniya üzrə o xəstələrin 80% göndərilir. Yəni, dövlət bilir ki, bu xəstəni hara göndərmək lazımdır. Biz elə deyil. Məsəl üçün, Sabirabad xəstəxanası deyirsən, Sabirabadda əməliyyat olmalısan. O birisi deyirsən orada. Bu mütəxəssis hamı bilməlidir ki, bunun mütəxəssisi haradadır. Qida borusu cərrahiyyəsinin mütəxəssisi var da, mən bilirəm də kimlərdən ad çəkməyəcəm. Bu bir mərkəzdə oturmalıdır və ora göndərilməlidir ki, orada olsun. Yəni burada, yəni o, bilirsiniz, yenə təbliğat məsələləri, yəni aksiyir. Yəni sənətkara meydan verilsə, onlar da bilərlər ki, məsələn, qida borusu cərrahiyyəsi ilə kim məşğul olur? Filan müəssisə, mədaltı vəzi cərrahiyyəsi ilə kim məşğul olur? Filan müəssisə. O artıq diferensiyasiya gedir. Məsələn, mədaltı vəzi cərrahiyyəsi ilə məşğul olan adam Almaniyada da, Amerikada da, Belarusiyada ancaq mədaltı vəzi edir. Mən mədaltı vəzi cərrahiyyəsində eləyirəm, qida borusu cərrahiyyəsində eləyirəm, appendektomiya da eləyirəm, babasil da eləyirəm, barmaqlarda da əməliyyat eləyirəm, ginekoloji əməliyyatlar da eləyirəm, sarğı da sarıyıram. Belə bir şey mi olar? Bölünməlidir, xırda ixtisaslar olmalıdır. Sonra Avropada və Amerikada nətər? Xəstəni qəbul edən həkimlər başqadır. Diaqnozunu onlar qoyurlar və gəlirlər, hansı ki o əməliyyat eləyən adamdır, onun vaxtını ekonomiya eləmək. Gətirirlər, qoyurlar danlar ki, budur. Bu 5 xəstədir, mədaltı vəzi cərrahiyyəsi ilə əməliyyat olunacaq bu danlar. Bu da baxır hamısı, xəstələr də görmüyor. Deyir ki, bunu buna təyinlə, bunu buna təyinlə. Əgər o ehtiyac hiss eləsə ki, gedib xəstəyə baxmaq lazımdır, çox nadir hallarda olur, gedir ona baxır və başlayır bu əməliyyatları eləyir. Əməliyyatları eləyəndən sonra da çıxır gedir evinə. Çünki o xəstəni artıq başqa adamlar baxır. O xəstəni stasionarda aparan da başqadır. Sonra onun sarğıları da gedir ailə poliklinikasında icra olunur. Və ailə poliklinikasının həkimi də gəlib onun xəstəxanada əməliyyat yerində gəlib ora baxmaq ixtiyarında var. Ona o icazə verilir. Beləliklə, bilirsiniz, diferensiyasiya gedir. Hər bir
mütəxəssisin əməyi və vaxtına hörmət qoyulur. Xəstəni qəbul edirəm, göndərəm diaqnostika müəssisələrinə, diaqnozu qoyuram, diaqnozu qoyundan sonra bunu hazırlayıram, əməliyyatxanaya verirəm, əməliyyatxanadan sonra onu reanimasiya qoyuram, ya palataya keçirdirəm, onlarda yenə nəzarət edirəm. Axıracan bunu sarğılarını da özüm eləyirəm, sonra da evə gedəndən sonra 3 gündən bir yenə mənim yanıma gəlir. Axı, mən profesional mütəxəssisəm, dünya maştabı ilə olan özüm tərifləyəm olmadı, gəlindir. Mənəm əməyimi sən qorumalısan, vaxtımı qorumalısan, sən bunu elə təşkil eləməlisən ki, bu işdə mənim vaxtım olsun ki, bu ağır xəstələrin 1-in, 2-sin, 3-ün yox, məsələn, 10-un, 15-in eləyim və o sarğılara, o təyinatlara, o diaqnostika məsələləri ilə daha başqa adamlar məşğul olmalı. Yəni, işin təşkili sıfırdan, poliklinikadan başlamış universitet klinikasınacan hamısı müəyyən reglamentə uyğun olmalıdır. Problemlər böyükdür. Problem üstündə qalır. Balaca problem 2 ildən sonra böyük problemə çevrilir. Böyük problem 5 ildən sonra patlayır. Və beləliklə də xalqdan narazılıq yaranır. Ona görə səhiyyə təşkilatçılığı Azərbaycanda çox zəifdir. Elə birini bir yerə müdür qoyurlar, deyirlər, mən burada xozeyinəm. Elə deyil axı. Bu işləri təşkil eləmək lazımdır. Sonra konferanslar. Gündə bir konferans keçir. Konferans heç nə vermir. Pullar, dövlətin pulları silinir, konferans keçirdik. Dövlətin pulları silinir, konferans keçirdik. Bu konferans mütəxəssisə heç nə vermir. Sadəcə konferanslarda insanlar yığışırlar, yeyirlər, içirlər, orada söhbət edirlər, bir-birindən çıxıb gedirlər. Mən hələ deyənəcən görməmişəm ki, hansı konferansda da kimsə nə söylənib. Boş söhbətlər. İndi master class əməliyyatlar moddadır. Məsələn, mənə zəng edirlər, deyirlər ki, filan ölkədə filan kəs böyük bir alimdir. Məsələn, qida borusu cərrahisindən master class əməliyyat edir. Mən gedirəm, təyyarə ilə uçuram ora, gedirəm onun master class əməliyyatı görüm, mən də əməliyyat edirəm. O nüansları ona öyrəm ki, hansı nüansı o necə elədi? Olur master class. Bugün o stildə qurmaq lazımdır konferansları da, işləri də. Orta Asiyada, Almatıda getdim konferansa. Kimlər gəlməmişdi? Master class əməliyyatlar. Bunlar konferanslarda ancaq master class əməliyyatlar göstərirlər. Belarusiyada, Almaniyada, Amerikada ancaq master class əməliyyatlara gəlib baxırsan. Yəni, bu söz yığını olmur. Konferans tərzində olmur. Hər filan kəs 5 dəqiqə, gəl tez elə, reglamenti gözlə, tez düşəşək o birisi gələcək. Axırda bir dənə sertifikat verirlər, vurduğa qoltuğa, hə, get 10 bal sənə getdin. Onun heç bir nə elmi, nə praktik, heç bir əhəmiyyəti. Onları bağlamaq lazım. Əvəzinə dövlətin pulunu xərcləyirlər boş-boş şeylərə. Ona görə də bunlar bu konferansların içində də müəyyən ciddi dəyişikliklər aparmaq lazımdır. Yəni, bilirsiniz, belə cəmaatın gözündən külüfürlər ki, iş görürük, işlat görmürlər. Ona görə də bunlar hamısı islahatlarla həll olunmalıdır. Hər bir haranı əli qoyursan, orada defektlər var, haranı əli qoyursan. Ona görə də, məsələn, işləmir. Mən bir dənə söz deyimsə, mən 45 il cərrah işləyirəm. Bugün mənim elə bir əməliyyat yoxdur ki, onu Alman eləyir, Amerika, mən eləmirəm, elə söhbət, mən hamısını eləyirəm. Elə bir əməliyyat yoxdur ki, kimsə haradasa eləyir, mən eləmirəm, mən onları eləyirəm. Mənim əməyimdən istifadə eləmək lazım. Dövlət Sərxəd Xidməti hospitalı ondan istifadə edir, qəşənglə istifadə edir. İndi burada bir moment var. Sizə bir dənə deyim, universitet klinikası, tədris cərrahiyyə klinikası, onun fərqi nədir? Mən bir kadrı yetişdirirəm. Mənim rezidentim olub 5 il. 5 ildən sonra mən bundan əməliyyat edəndə buna söz demək lazım deyil. Bunu belə tut, ya optik cihazla bunu yaxına gətir, apar, bunun megapikseli var, bunun çotkısını düzəlt, bunun orasını düzəlt, kalkulyatorun orada ölçüsünü götür, buradan nə bilim su vuranın təzyiqini göstər, orada işığı biraz artır, burada işığı biraz əksir, orada hava vuranı biraz düzəlt, orada hava vuranı biraz. Bunları mənim bütün diqqətim oraya getməlidir. Mənim bir diqqətim var, əməliyyat edir. Mənim bütün bu işlərim, mənim rezidentlərim, hansı ki 5 ildən sonra mən bunu öyrədirəm. Öyrədirəm, böyük bir əməliyyatlarla başlayıq edir. Deyirəm ki, bu rezidenturan qutarıb da bunu saxlayaq mənim yanımda. Deyir, yox, çıxsın, geçsin. Bir dənə
Təzə gəlib deyirəm salam əleykum, salam əleykum. Deyirəm qaraciyərin neçə payı var, bilmir. Yüksək balla girib, deyirəm ay kişi nə danışsan sən? Mən demirəm neçə segmenti var, bilmir. Deyirəm qaraciyər sağdan soldan bilmir. Mən bunu bir də anatomiya bilməyən, orqanı bilməyən, fiziologiya bilməyən adamı mən nətər öyrədim cərrahi. Yüksək teoriyalı. Cərrahi həm də həndəsədir. Deyirəm Pifaqor teoremini deyib bilmir. Həndəsə deyil cərrahiyə bugün. Bugün müasir. Deyirəm ki, bu rezidentləri saxlayaq. Mən işləsin, məndə həkim işləsin. O mənim həkimim, öyrətdiyim həkim. O təzə gələni o öyrədir. Mənim onu o təzə gələni öyrətməyə vaxtım yoxdur. Bəli. Mənim öyrətdiyim komanda yoxdur. Mənim komandam təzə gələni öyrədir. Mən də baxıram, görəm ki, əməliyyatda bu hər şeyi bildi, artıq onu götürün yüksək komandadır. Sonra bir dənə özəl xəstəxanaya mənim gücüm çatır da. Bir özəl xəstəxanaya deyirəm ki, mənim komandamın 2 nəfəri verirəm ora, səni dirildəcək. Özəl xəstəxananın məqsədi nədir? Pul qazanmaq. Kim desə ki, özəl xəstəxana açmışsam xalqımın sağlamlığı keşiyindədir, yalan deyil gözünün içinəcəm. Pul qazanmaq üçün. Pul qazanmaq üçün nə deməkdir? Kişi kimi müalicə eləmək lazımdır insanları ki, onlar sənə para versinlər, deyilmi? Bəli. O da deyirəm, bax bunu götürürsən ora, o başlayacaq əməliyyat və sənə də pul qazandıracaq, xalqına da xeyir verəcək, özü də dolanacaq. Bax belə, bilirsən, bu komanda şəklində işləməlidir hamı. Böyük cərrahların komandası olmalı. Yoxsa, bunu vaxtı qutardım, bir getdi, o birisini göndərirəm sənə, bunu öyrət. Elə şey deyil. Təhsildə də problemlər var. Təhsildə tələbə gəlib müəllimin qabağında oturub imtahan vermirsə, tələbə gedir kompüterdə knopkalara basır, internetdən testləri əzbərir, ya knopkalar hamısı onu alır. Hamısı əlası deyil bugün. Bir şey mi olur? Bugün hamı əlasıdır. Hər bir ildə bir adam, 2 adam, 3 adam kursda qalmayıbsa, oxumadığına görə üstdən qovulmayıbsa, kəsilməyibsə, mən demirəm, müəllimlər rüşvət almamalıdır tələbədən. Bir mənalı. Onu həmən gün orada rədd eləmək lazım. Amma elə bir mexanizm işləyib hazırlamaq lazımdır ki, deyir o qoyunlar da sağ-salamat olsa, canavar da tox olsun. Müəllim də işindən zövq alsın və rüşvət almasın. Tələbə də müəllimindən razı qalsın. Onun elmindən yiyələnsin. Burada da islahatlar. Yəni, bugün tip təhsili sistemində də böyük islahatlar lazımdır. Burada boşluqlar var. Çox sağ olun, doktor. Mənim növbəti sualım odur ki, Azərbaycandakı olan tibbi sahə ilə xaricdəki olan tibbi sahə. Yəni, burada hansı oxşarlıqlar var? Məsələn, ola bilməz ki, hər şeydə biz tam geridə qalaq. Bəlkə də elə şeylər var ki, biz artıq yaxınlaşmaq üzrəyik. Amma elə şeylər var ki, hələ ona bəlkə bir 50 il vaxt lazımdır. Burada sizcə çatışmazlıq nədir? Yəni, burada insan resurslarıdır, texnologiyamız daha zəifdir, yəni bizim geri qalmamıza səbəb. Yoxsa yanaşma fərqlidir, biz yanaşmamızı dəyişdirməliyik. Biz necə edə bilərik ki, bax, o inkişaf səviyyəsinə biz də çataq? Düz deyirsiniz. Mən sizə bir söz deyim, müstəqillik 91-ci ildən başlayıb da, biz müəyyən qonşu ölkələrə keçmişik səhiyyədə. Mən sizə açıq deyirəm. Biz Rusiyadan irəliyik. Orada təmiz bardaqdır, kolxozdur da. Bizim bugünkü səhiyyəmiz, bizim bugünkü həkimlərimiz Rus həkimlərindən qat-qat üstün professionaldılar. Biz bugün İran həkimlərini keçmişik. Biz bugün Ermənistan, Türkmənistan, Gürcüstan həkimlərini keçmişik. Bugün bizim həkimləri Özbəkistana, Qazaxstana dəvət edib, yaxşı maaş verib orada işlədilər ki, gəl burada işlə bizim kadrları hazırla. Yəni Azərbaycanın verdiyi paradan daha artıq para verirlər və Azərbaycanlar gedirlər, orada işləyirlər və Azərbaycana şöhrət gətirirlər. Orada da kadr hazırlıqları olur. Yəni bugün qonşu ölkələrin hamısından biz üstünük. Amma biz bugün heç olmasa Türkiyə səviyyəsinə gərək qalxaq. Adam başına düşən gəlirə görə türklərdə də bizdə də eynidir. Və niyə biz ona qalxmamalıyıq ki? Bugün biz Belarusiya səviyyəsinə qalxmalıyıq. Belarusiyada, məsəl üçün, bir 5 transplantologiya mərkəzi var. Azərbaycanda transplantologiya mərkəzi var? Yoxdur. Niyə? Eyni əhali, eyni ərazi, bizim də bütçemiz ondan çox. Bəli. Kadrlar təşkilatı məsələn yoxdur.
Bu məsələn robot texnikası Gürcüstanda var, bizdə yoxdur. Niyə? Gürcüstanın büdcəsi ilə bizim büdcə bir deyil ki, onların büdcəsi zəifdir. Yəni oralar kollegial iş üslubunu götürüblər. Ağıllı adamlarla məsləhət eləmək üstədə imperativ əmr eləyirəm söhbəti ilə işləmirlər. Ona görə də amma ümumiyyətlə səhiyyə sahəsində bax bu dəqiqə Gürcüstandan mənim yanıma gəlirlər, Türkmenistandan gəlirlər, Özbəkistandan gəlirlər, İrandan gəlirlər. Rusiyada bilirsiniz nə qədər adam gəlir. Sonra Almaniyadan da gəlirlər. Deyir, niyə? Orada növbəyə qoyurlar onlar xəstələr ki, sən gözlə növbən çatanda eləyərsən. Deyir, nə növbə gəl? İngiltərədən gəlirlər. Orada da problemlər var. Onlar islahat deyirlər və islahat da eləyirlər. Gəlirlər və burada yüksək professional bir işlə biz onlara yardım göstərir. Amma biz qarşımızda böyük məqsədlər qoymuşuq. Biz qalib ölkəyik. Biz Ermənistanı kapitulyasiya olmağa məcbur edən bir ölkəyik. Bizim İlham Əliyev kimi böyük, şanlı, dünya şöhrətli prezidentimiz, biz ona layiq olmalıyıq. Biz bu torpağa, bu xalqa layiq həkimlər olmalıyıq. Amma bizə meydan verin, biz öz imkanlarımızı göstərək. Bizim o islahatsız bu biraz çətin. Ona görə də bizim böyük məqsədlər qoyuruq qarşımıza. Bir məsələni dəstəkləyib Azər müəllim. İndi bizim görürsən televizorda zətdə bu yığışırlar, dırnaq arası ağsaqqallar, ağbirçəklər deyirlər ki, kadrası azadı var, axını var. Azərbaycan gəncləri gedirlər Türkiyədə işləməyə, Almaniyada işləməyə, Amerikada işləməyə. Olmaz onların hamısını qaytarıb otuzdurmaq lazım yerində. Çox qeyri-düzgün bir politikadır bu. Azərbaycan kəndlərində deyir, həkim çatışmır. Almaniyada böyük klinikalarda böyük əməliyyatlar eləyən adam oturdasan kənddə ki, burada heç nə yoxdur. Sən orada nə edəcək? Almaniyada Alman həkimləri bizim Azərbaycan gənclərindən, Azərbaycan həkimlərindən çox razıdırlar. Deyirlər, onlar çox yaxşı işləyirlər. Həddindən artıq razı. Və çox böyük məmnuniyyətlə Azərbaycan gənclərini qəbul etməyə hazır. Amma onları o savadı ilə qəbul eləmirlər. Onları məcbur edirlər Azərbaycanda gecə-gündüz onları oxutururlar, bizdən fərqli olaraq orada. Sistemi ilə qurublar. O sistem məcbur edir ki, Azərbaycan gənci gecə-gündüz oxusun. Gecə-gündüz oxuyur, bir də başlayır anatomiyadan, fiziologiyadan, bir də tökür kitabları qabağına, oxu, gedir orada imtahan verir, onu götürürlər. Ondan sonra da onu gecə-gündüz işlədirlər və ona para verirlər. Yəni, bu gün Azərbaycan hökumətinin, Azərbaycan həkiminə verdiyi paradan 10 qat artıq və ona sosial təminat verirlər. O ev götürür, məsəl üçün, kirayə ev götürəndə onun kirayəsinin bir hissəsini verirlər. O xoşbəxt yaşayır və Azərbaycanı da orada tərənnüm eləyir. Öz işi ilə, əməyi ilə Almanlara onu göstərir və deyir, mən Azərbaycanlıyam və Azərbaycanın nüfuzunu artır. Getmişəm Birləşmiş Millətlər Təşkilatının ofisinə, New York'a mənə dəvət ediblər. Azərbaycanlılarla yığışmışıq. Neçə Azərbaycanlı var? Heç 10 nəfər saya bilmədilər. Neçə erməni var? 100. İndi sən gedib orada bir o Birləşmiş Millətlər Təşkilatında 10 nəfər dartıb gətirərsən bura ki, gəl burada sən Azərbaycana daha çox lazım. Elə deyil. Biz erməni 100-sə biz 300 olmalıyıq orada. Amerikada gedib işləmək lazımdır. Nəyə görə türk vətəndaşları, türk həkimlərinin ən böyük yarısı Almaniyada işləməkdir? Almaniya həkimlərinin ən böyük yarısı Amerikada. Onlar heç ona belə reaksiya vermirlər. Bizimkilər savadsızlar çıxıb televizor deyir ki, kadr axıdır. Elə olmasın kadr axını. Cəlb eləmək lazım. Cəlb eləmək. Bax, Qarabağ Universiteti yaranıb. Azərbaycan Tibb Universitetində 1000 manat maaş verir, onlar 5000 verir. Aha, kadr axınlığı getdi Qarabağ Universitetinə, deyilmi? Niyə? Maaş. Maraq var. Ev verirlər. Sistemi düzgün qurublar. İşi qurublar. Bizim ən yaxşı kadrlarımız, məsələn deyim də, Tibb Universitetinin ən yaxşı kadrlar getdi zaten. Qarabağ Universitetinə. Gedirsən, bütün perspektiv cavanlar maşallah yığışıblar ona. İşi qurublar. Sən dövlət səviyyəsində işi qurublar. O Almaniyaya getməz. Niyə gedir Almaniyaya? Oturub da qəşəng Xankəndinin təmiz havası, təmiz suyu, qəşəng maaş, evi, evi, hər şey gözəl, xoşbəxt yaşayır. Bağçası var, məktəbi var, gözəl gələcəyi var, perspektivləri var. Elə deyilmi? Ona görə deməli iş qurur. Deyirmi sonra rayon yerində məsəl üçün Daşkəsəndə məsələn həkim qalır. Bütün həkim maaşıyla 5000 manat elə görür Daşkəsən, birinci Daşkəsənlilər, Gədəbəylilər orada hamısı qaçıb gedəcək orada işləməyə. İş qurulacaqdı orada.
Sivilizasiyanın işi düzgün qurmamısan da. Sən ona daşkəsana bağlı qoysan soyuq yerdə, Sibirdə ora. Sən ona ev vermisən. Orada ev harda qalacaq? Gedib orada xəstələndə sətəlcəm olar qayıdar bura dədəsinin üstünə. Yəni burada həm maraq yaratmaq var, həm də işi düzgün təşkil etmək. İşi düzgün təşkil etmək, bir də bilirsən nətər? Bunun o minimum həyat qabiliyyəti üçün lazım olan o maddi vəsaiti sən təmin eləməlisən. Sən bunu evindən, eşiyindən, isti yurdundan, anası yemək pişirir, atası buna hər şey alır. Sən bunu götürürsən, aparırsan, götürürsən, məsəl üçün Gədəbəyə. Gədəbəydə səni o şəraiti yarat da balam. O şəraiti yarat ki, o da orada işləsin. Ya, getdi burada xəstəxana, burada gəldi mənim yanımda öyrəndi, yüksək texnologiya cərrah, yəni öyrəndi. Apardım, qoydum məsəl üçün Füzuli rayonuna. Füzuli rayonunda, mərkəzi klinik xəstəxanada yırtıq əməliyyatı eləyə bilmirlər. Ne edəcək orada? Aparatura yox, narkoz verən adam yox, qorxur. Bilirsiniz nə qədər adam oradan gəlir. Yırtığa görə zəng edir ki, bunun təzyiqi var, mən buna narkoz verə bilmərəm. Təzyiq nə vaxtdan olub da əks göstərmiş. Boğulmuş qasıq yırtığıdır. Təzyiq nə vaxtdan olub əks göstərmiş. Bunun şəkəri var, olmaz. Niyə olmur? Şəkəri olmayan adam ölsün. Bu insult keçirdi. İnsult keçirdim deyən apendisi var, ölsün. Ya mədə xərçəngi var deyən ölsün. İnsultu var, nəzərə al. Sənin reanimasiyan olmalıdır. O boyda qəşək binaları möhtərəm prezident tikdirib hamısını qəşək təhvil ev için doldurub abadır. Kadr yoxdur. İşlədən yoxdur. Kadra qiymət verən direktor orada oturmalıdır. O direktor ancaq elə özünü fikirləşir. Deyir oradan 3 manat, buradan 5 manat, oradan var. Çünki bilir ki 3 ilə 5 ilə bunu buradan qovacaqlar. Deyirlər 5 ilində toparladım, aradan çıxanda əlimin altında bir şey olsun. Belə iş olar. Belə səhiyyə olar. Belə yəni çatanmarıq yəni bu şəkildə ora. Yox, onlar düzəlmə. Yox, bir əmrlə düzəlir. Bir ağıllı adam əmr edirsə, bunların hamısını düzəltmək olar. Yəni mən demirəm ki, məsələn, Azərbaycan hökuməti büdcədən az pul, yaxşı da pul ayırır. Sadəcə yerlərdə onun paylanması, kadrlara hörmət. Mən bir yenə deyirəm, niyə dövlət sərhəd xidməti? Çünki mən orada özümün xaziyinəm. Mən komandamla getmişəm ora. Məsələn, tədris cərrahiyyə klinikasına mənim komandamı qoymazlar. Böyük əməliyyat təyin edilir. Bir o ki, böyük əməliyyat dönümdə sənin burada kafedranın işçiləri, o bilər, bu bilər, bunlar mənə assistent ola bilmirlər. İcazə ver, professionalları gətirin, mənə assistent lazımdır. Deyir, olmaz. Olmaz. Mən da burada əməliyyat eləmirəm. Getdim mən deyim. Harada şərait var, orada əməliyyat eləməyə. Elə deyilmi? Məsələn, çox yaxşı klinikada bax deyimsə, Dövlət Təhlükəsizlik Xidmətinin hospitalı çox gözəl işi qurublar. Sonra Bakı Medikal Plaza çox gözəl işi qurubdur. Sonra mən sizə deyim, budur Gömrük xəstəxanası çox gözəl iş. Mən kimsə hansısa yadımdan çıxarda bilərəm. Yəni heç kim inciməsin məndən. Hamısını da mən burada deyəm. Yəni gözəl iş quran klinikalar var və onlar da yüksək professionalları dəvət ediblər bura. Məsələn, Bakı Medikal Plaza, Babək prosesində o başındadır. Bütün profesional həkimlər oradadır. Niyə? Onlara qiymət qoyulur. Şüksüz, əməyinə qiymət. Onlar da texnologiya ilə təmin. Onlar da yüksək texnologiya, Avropa ilə, nə bilim, Amerika ilə rəqabətə girən texnologiya ilə iş görürlər. Aydın. Deməli, eləmək mümkündür. Deməli, eləmək mümkündür, deyilmi? Bəli. Ona görə də hansı qabaqcıl klinikanın işini ki, kimsə qurub, bax, o qurucunu aparıb qoymaq lazımdır ki, o zəif yerlərə ki, oranı da yaratsın. Öz təcrübəsini bölüşsün. Təcrübəsini bölüşsün, bəli. Bax, belə şeylər var. Yəni, bizim Azərbaycana nə olub maşallah? Bizim gənclərimiz çox yaxşı gənclərdir. Bizim gənclərimiz çox zəhmətkeş gənclərdir, tərbiyəli gənclərdir. Almandan, Amerikanlardan tərbiyəlidirlər bunlar. Sağlam gənclərdir. Vətənpərvər gənclərdir. Mən gördüm də bu 44 günlük müharibədə mən Ağdam hərbi qoşulunun bombanın altında əməliyyatda. Mən gördüm də Azərbaycan gənclərinin vətənpərvər ruhunu. Mən gördüm Azərbaycan əsgəri nəyə qadirdir. Bu gəncləri vurmaq lazımdır. Onlara yüksək texnologiya ilə, savadla, qabiliyyətlə, təhsili ilə Almaniyaya gedib o getsin də nə problem var ki? Bunu niyə belə tragediya edirlər? Çinlilər hardan inkişaf eləməyə başladılar? Bütün Çin qarışqa kimi axtamsa Amerikada işləməyə, Almaniyada işləməyə, nə bilim Yaponiyada işləməyə, İngiltərədə işlədilər, yaxşı texnologiyanı öyrəndilər, sonra yüksək texnologiya götürdülər, gəldilər vətənə.
Vətəndə Çin oldu, Çin acından ölən ölkə idi Çin. İndi imperiya deyə Amerika ilə döş-döşə dayanır. Deyir ki, vəbşə mənəm burada hegemon, sən deyilsən. Nəyin hesabına? Çin gənclərin hamısı getmişdi və İsrail nəyin hesabına burada güm-güm gurulduyur. Bütün dünyada İsrail vətəndaşları, İsrail yəhudilər hamısı yaxşı texnologiya öyrəndilər, gəldilər İsrailə. Ərəblər orada nə bilim keçi otarırdılar. Yüksək texnologiyanı qurdular, indi dünya meydan oxuyurlar. Yəni bizim Azərbaycan gənclərinin Avropa ölkələrinə axınını müsbət qəbul etmək lazımdır. Onların özləri də olmasa, onların uşaqları gələcək. Onlar orada otursalar, bizim gəncləri dəvət edəcək, orada öyrədəcəklər, göndərəcəklər bura. Azərbaycanlıdır da, deyəcək, göndərin, bir 5 nəfər yaxşı uşaq göndərin bura, mən onu öyrədim, göndərim Azərbaycana. Və belə şeylərdə biraz gərək bilsən, dünya siyasəti ilə fikirləşəsən, elə gedib Kəndistan fikirləri ilə sən heç nə eləyə bilməyəcəksən. Birdən görsən, bir yerə direktor, kimdir bu? Orada bir poliklinika amir həkimi idi, heç vaxtda xəstə qəbul edib, heç vaxtda xəstə durub gətlər qoydular böyük bir klinikə, müdür. Bunu hardan gəldi bu? Bu nə bilir axı burada nə ola? Bu cərrah olmayıb, o cərrahın keçirdiyi hisslərə tanış deyil ona. O xəstə ilə münasibət qurmayıb heç, o xəstə ilə söhbət eləməyi bacarmır. O burada nə rəhbərlik eləyəcək? Belə şeylər var. Ona görə kadrlar məsələlərində də çox ciddi olmaq lazımdır. Yaxşı mütəxəssislər direktor olmalıdır. O İvanovlar, Petrovlar, Sidorovlar onun əlinin altında işləməlidir. Ora-bura qaçmalıdırlar. Onda iş yaxşı alınacaq. Onlar çünki ən təməldən ən zirvəyə qədər bütün işin gedişatını bilirlər. bilirlər. Yox, mən sizə bir dənə söz deyim. Amerikada oturmuşuq Vaşinqtonda, Kapitolidə. Soruşuruq ki, gənc mütəxəssis nə qədər maaş alır? Gənc cərrah. 32 yaşında onlar başlayırlar cərrah ilə. Deyirlər 25 min dollar. Onlar, 25 min dolları gənc mütəxəssis deyir, bəli. Deyir, niyə görə verirsiniz 25 min dollar? Deyir, bilirsiniz nətər? Bunlar 32 ildir gecə-gündüz oxuyurlar. Bir köpük yiyəsi deyirlər. Orada yataqxanada, burada kalbasa çörək, orada hot dog, orada nə bilim kafedə biskən çay içiblər. Bunlar əziyyət çəkiblər. 32 ilini sərf ediblər elmə. Biz onlara zülm eləmişik. Amerikada oxumaq asan deyil. Burada tibb universiteti deyir, tramvay vurmasa qutarır. Geçən Chicago Universitetində oxuyaq, görün bir il oxuya bilərsəm. Orada elə zülm edir orada tələbiyə. 32 il zülmdən sonra buna 25 min dollar çox görürsünüz. Fikirləşdik ki, düz deyirlər. Bəs bu 32 il nəyə görə oxuyub? Gedərdi paravoz sürərdi də. Ona görə oxuyub ki, məşhur cərrah olsun. Ayına 25 min dollar, 50 min dollar maaş alsın və yaxşı yaşasın. Və xalqına xeyir versin. Yoxsa bunun bu üç dediyim şeydən birini kəssən, yaxşı mütəxəssis manyakdır. Onlar öz işinin manyakıdırlar. Məsələn, cərrah, bir ay mən hər gün operasiya eləməsəm ölərəm. Şüşsən? Çünki o, onlar ruhunu qidalandırır. Ruhunu qidalandırır. Təbii, bugün cərrahiyə belə deyir, yaxşı kitabların qiyməti 500 manatdır. 1000 manatdır. Mən bir aylıq maaşıma verəcəm, kitab alacam, heç vaxt. Yaxşı texnologiya, bu dəqiqə internetlə öyrəndirim mən. Amerikaya getmək lazım deyil, heç. İnternetlə girirsən, açırsan, internetdə baxırsan ki, filan kəs orada hansı məmələdiyim əməliyyatı eləyir, o da. Hansı nüansı var, o nüansı orada öyrənirsən. Sənin internetin olmalıdır. Ayına belə 30-40 manat onun internet pulu verməlisən. Sənin yaxşı iPad'ın olmalıdır, MacBook'un olmalıdır. Yüksək tıkıstı olmalıdır. Sənin gözəl, sən orada isti olmalıdır otağın. Sənin orada şəraitin yaxşı olmalıdır. Sən ağır işdən sonra gəlib evində dincəlməyə sənin şəraitin olmalıdır. Bunlar hamısı material texniki bazadır. Bunun üçün sən onu ödəməlisən. Mən Amerikaya gedəndə bəlkə mənə bir kəpik pul verib kimsə Azərbaycan hökuməti ya Almaniyaya gedəndə, cərrahiyyəni öyrənib gəlməyə gedəndə. Alman cərrahları bir yerə konferansa ya masterclass əməliyyata gedəndə biznes klassda uçurlar. Hökumət ödəyir hamısını. Yəni, bunlar demək istəyirəm ki, bunların hamısı təbii ki, islahat tələb edir. Özü böyük islahatlar və bu qaldıqca
qaldıqca ağır ev inqilaba çıxardacaq. Səhiyyədə inqilaba demək istəyirəm, amma başqa şeyə yozmayaq. Siz başa düşürsünüz, mən də başa düşürəm nə demək istəyirəm. İndi bəlkə başa düşməyən biz başqa yerə yozar. Amma ona görə də islahat mərhələsində eləmək lazımdır. Amma həm də vaxt lazımdır buna doktor. Həm də vaxt lazımdır. Və kadrlar. Və kadrlar lazımdır. İşləmək istəyən kadrlar. Bəli, bəli. Deyir filan kəs yeri falan yerdə qutarıb. Mən ingilis dilində, rus dilində, Azərbaycanda sərbəst danışıram. Mən Amerikada təhsil almışam. Filan kəs deyir, bir dənə uzman gətirib ingilis dilində oxuyub, o da magistratura qutarıb, nə bilim qutarıb, gəldi və böyük bir müəssiyyət yoxdur. Amma bu mükəmməl bir 5-6 il işləsin, bir bunun qulağının dibi bir şapalaq görsün, ondan sonra gəlsin işləsin də. Bu təhsil alıb orada elə onun qanadının altında işləyib. Bir sərbəst işləməyə onun vaxtı olmayıb axı. Yəni o Azərbaycan psixologiyasını bilmir, o sən ingilis dilində danışır. O zaman da Azərbaycanda lazımdır ingilis dilində danışmaq. O sənə professionalizmin üçün lazımdır. Sən Azərbaycan psixologiyasını bilməsən, Azərbaycan xəstəsinin ürəyindən nələr keçir onu bilməlisən. Sən bilməlisən ki, buradan çıxandan sonra hansı hissləri keçir, onları bilməlisən. Ona görə sən yerli şəraitə uyğunlaşmalısan. Mənim sonuncu sualım sırf həkim olmaq istəyən insanlar üçündür. Çünki siz həm cərrah kimi işləyirsiniz, həm də pedaqoji fəaliyyətlə məşğulsunuz və universitetdə tələbələri görürsünüz, onlara hər halda rezidentləri görürsünüz. Ümumiyyətlə həkim olmaq istəyən insanlar yəqin ki, ətrafınızda sizdən nələrsə soruşurlar ki, bu sahəyə gəlməyə dəyərmi? Mən bunun üçün çoxmu əziyyət çəkməliyəm? Bəlkə də elə adamlar var ki, onlar düşünürlər ki, həkim olmaq və çox gözəldir, yaxşıdır, çox pul qazanmaq olur. Siz ən təməldən başlayıb, ən yüksək həddə qədər çatmısınız və yüksək səviyyəli bir cərrahsınız və həkim olmaq istəyən və ya cərrah olmaq istəyən və ya hal-hazırda tibb təhsili alan bizim dostlarımıza hansı tövsiyələri verərdiniz? Onlar bu yolu nələri gözə alıb gəlməlidirlər? Bilirsiniz, mən sizə bir söz deyim. Məsələn, tibb təhsilində mənim xoşuma gəlir tibb təhsili. Məsəl üçün, Seçenov adına institutun filialı var. Çox gözəl təhsil verirlər onlar. Çox gözəl dərs deyirlər. Bugün Naxçıvan Universitetinin tibb işi çox yaxşı təşkil olunub. İndi Qarabağ Universitetilə birinci ildir başlayıb görək axırına. Çünki Qarabağ Universitetinin bir dənə defekti var. Orada xəstəxana yoxdur. Orada xəstə yoxdur. Bu o 100 nəfər ki qəbul ediblər həkimliyə, müalicə fakültəsinə. Onlar hansı xəstənin üstündə bunlara dərs keçəcək yoxdur hələlik. Mən onları dostlarımla soruşdum, məsələ dedi, olacaq. Və olacağı həkimlər bitməyib. Tək olsun. Birinci tibb təhsilində ciddi rejim olmalıdır. Mən bir söz deyim. Siz özünüz də bilirsiniz ki, həkimlər dünya səviyyəsində, bir də vəkillər çox pul qazanırlar. Mən pul qazanmağa başlamışam 40 yaşımdan. 40 yaşına qədər yataqxanalarda, nə bilim, sosiskadan, kalbasadan yeyə, gecə-gündüz işləyə, mən öyrənmişəm ki, ha vaxtsa mən bunun bərəsini görəcəm. Yəni, heç vaxt puldancı qaçmamışam. Heç vaxt. İşləmişəm, öyrənmişəm, ondan sonra para mənim dalınca başlayıb qaçmağa. İndi elə bir səviyyə qalmışım, belə onları qovuram. Deyirəm, lazım deyil. Deyirəm, çıx get, heç nə lazım deyil. Yəni, indi mənim səviyyəm gəlmədə. Yəni, bu, elə bilməsinlər ki, elə institut qutardan vəssalam. İnstitut qutarandan sonra da yeni təhsil var, rezidentura var. Rezidentura qutarda yeni təhsil var. Həmişə daimi təhsil. Amerikada eşitdim mən 2009-cu ildə mən oraya gedəndə, orada gördüm ki, daimi təhsil. Sovet dövründə diploma adı qorucumuna və salam, mənim də təhsil lazımdır. Diplomum var, hara gedir? Diplomum var mənim. Daimi təhsil. Daimi təhsil yaxşı şeydir. Bugün mən hər gün oxuyuram. Yəni, ətraf həmkarlarımdan geri qalmamaq üçün. Dünya şöhrətli, dünyanın tanınmış cərrahlarından geri qalmamaq üçün. Mən dünya ilə bu dəqiqə rəqabətə girirəm. Respublikada məndən rəqabətə girəsə adam yoxdur. Azərbaycan səhiyyəsini, Azərbaycan ilmini dünyada tərənnüm edirəm. Almatıda getdim, çıxış elədim. Almaniyada, Hamburqda getdim, çıxış elədim. Gəlirlər, məni öpürdülər, deyirlər ki, sən nə yaxşı çıxış elədin, nə yaxşı oldu. Azərbaycan nə gözəl ölkədir. Ona görə də oxumaq və yenə də oxumaq və müəllimlər ciddi olmalılar.
Hər bir tələbə müəllimin qabağında imtahan verməlidir. Seçkilə Universitetin filialı kimi. Orada tədris güclüdür. Rezident gəlib, demişim, gəl gedək mənə kömək elə. Nömrət edirik. Deyirəm, bunun adı nədir, bunun adı nədir? Görüm, deyir, düz deyir. Deyirəm, bunun adı Latinca nədir? Deyirəm, düz deyir. Bunun adı, məsələn, İngiliscə nədir? Deyirəm, düz deyir. Qalıram məəttəl. Deyirəm, bu nətər olan şeydir? Axı, təzə birinci ilə rezidenti, axı, bizdə bu səviyyədə savadlı kadr yetişdirilmir. O bala, sən hara qutarmısan? Mən Seçkilə Universitetinin filialını. Dedim, mən də deyirəm, bax, bu niyə belə savadlıdır? Şişsiz. Bugün dedim, savadlı kadrlar yığışmalar Qarabağına. Hamısı savadlıdır. Yaxşı teoriyanı öyrədəcəklər. Qəşəng nəzəriyyəni öyrədəcəklər, ciddidirlər onlar. Yığışırlar, kollegial işləyirlər. Sabah, sizə söz verdiniz sıxdır. 3-cü qısıqdan sonra klinikaya getmək. Klinika var, içində xəstə yoxdur. Hara gedəcəklər bunlar? Niyə Gəncədə hər şey var? Niyə Gəncədə, Gəncə Universitetinin də tibb fakültəsi açmırlar? Kadrlar var, xəstəxanalar var, xəstələr dolu. Niyə Gəncədə açmırlar? Niyə? Bax, mən hər dəfə onu düşünürəm ki, niyə Gəncənin Gəncə Dövlət Universitetinin tərkibində tibb fakültəsi yoxdur? Ağlayırlar, deyir ki, bizə tibb fakültəsi. Çünki hər şərait var orada. Kadr var, xəstəxanalar var, hər şey var. Niyə açmırlar? Başa düşmək olmur. Bizimki hamısı ura üstündə qurulur və ura elə deyil. Təhsildə ura ilə qurmaq olmur. Təhsildə gələ dizini qoyub yerində oxuyasan, gecə gündüz. Başımın da üstündə müəllim durar deyə oxu və onun başqa fikir olmasın beynində. Ancaq tələb eləsin ki, yaxşı kadr. Bax, Azərbaycan vətəndaşı. Bu uşaqlardır ki, 44 günlük müharibədə darmadağın edərlər erməninin bütün imperiyasını. Biz erməni ilə müharibə eləmirik. Biz Rusiya ilə, erməni diasporasına, bütün daşnaqlarla, fransızlarla, Avropa Şurası ilə müharibə elədik, yutduq. Kimin hesabına? Həmən bu gənclərin hesabına. Bu gəncləri biz oxutura bilərik. Sadəcə bizim sistemimiz zəifdir, bizim sistemimiz axsıyır. İslahat lazımdır. Tibb təhsilində də islahat lazımdır, tibbdə də islahat lazımdır, maariflənmədə də islahat lazımdır və agitasiya, radio, televiziya düzgün təbliğat aparmalıdır. Düzgün təbliğat hər şeyi həll edir. Çox sağ olun, doktor. Əvvəla gəldiyiniz üçün, dəyərli məlumatlarınızı bizimlə bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildiririk. İnşallah növbəti görüşlərdə yenə də sizi dəvət edəcəyik öz verilişimizə. Hörmətli tamaşaçılar, verilişimizin bu sayının qonağı Professor Mübariz Əliyev idi. Növbəti verilişlərdə görüşənədək.